Adamlar illərlə namaz qılıblar, bir dəfə Quran oxumayıblar. Ömürlük həkimdən və dərmandan azad olmanın qiyməti nə qədər olmalıdır ki? Həqiqət acı deyil. Həqiqət niyə acı olsun ki? Gələndə onlara qarşı çıxan dindar kəsim olub. Zəmanət verir ki, effekti olmasa qaytar. Peyğəmbər ailəsində doğulmaq bir üstünlükdür. O da qayıdıb deyib ki, mən kiməm ki, ustadın imlasına toxunum. Ağıllı adamlar da mühakimə eləyirlər, sorğulayırlar və düşünün ki, bütün ömrü siz elə yaşayırsınız, həyata o cür baxırsınız. Bilmək istəyirsənsə, bilmək istə. Gəldiyi növbəti bilgilərimizə, bizə məsəl üçün əsas da qeyd etdiyim kimi Quran üzərindən sorğular və iradlar gəlir. İllərlə namaz qılan qohumlarım, dostlarım, tanışlarım, hətta hal-hazırda Doğru Yol Doğrunun aktiv aparıcı üzvlərindən gördüyüm bir şey olub. Adamlar illərlə namaz qılıblar, bir dəfə Quran oxumayıblar. Sən oxumadan, araşdırmadan, oradan, buradan, çöldən, bayırdan eşitdiyin şeylərlə hansısa bir ritualı yerinə yetirməyə başlamısan, sonra da sənə kimsə sənin öz formalaşdırdığın illərlə, əsrlərlə gördüyün bir şeyə qarşı fikir eşidəndə ay aman, bizim dinimizi məhv eləməyə çalışırlar. Quran ayəsidir. Ata-baba dini ilə gedənlər. Sizin dininizlə, Quranla, nə İslamla heç bir əlaqəsi yoxdur. Ata-baba dinidir. Təqlid dinidir. Çox üzr istəyirəm. Təqlid heyvanlara xas xüsusiyyətdir. İnsana şuur verilib, ağıl verilib. Baxsın, öyrənsin. Yəni, araşdırın, baxın da, öyrənin də, oxuyun da bir. Görün nə yazılıb, necə yazılıb, niyə elə yazılıb. Yəni, hələ mən dərinliklərə girmirəm də, kəlmələrinə girmirəm, hərflərinə girmirəm. Sadə şəkildə deyirəm. Yəni, sizin Quran deyə qəbul edədiyiniz tərcümələr üzərindən danışıram. Ki, ona 2-3 dənə sual verəndə çökür. Mən bunu çox belə ərəb dilini mükəmməl şəkildə bilən, hətta Quran tərcümə eləyən həm yerli, həm Türkiyə olsun, həm digər ölkələr olsun, tərcümə eləyənlərə suallar vermişik. Bizə verdiyimiz sualların qarşılığında sadəcə bu sual olub. Bu sualları siz hardan çıxardırsınız? Necə hardan çıxardırıq? Məna vermişəm, verdiyim mənaya sual verirəm. Ki, sən tərcümədə burada belə deyirsən, sən belə deyirsən də, çünki Allah elə demir. Mən sənə tərcüməli sual verirəm. Yəni, məni nəyisə sorğulamağım o şeyin inancında və ya inkarında olmağım demək deyil. Mən sual verirəm ki, bax, burada bu niyə belədir, burada niyə belədir? Bu bilginin üzərindən gəlir. Bir qəşəng söz var, deyir, bir insanın bilgisi verdiyi cavabdan yox, verdiyi sualdan bilinir. Sual verməkdən heç vaxt çəkinməyin. Əgər yaradılışda və yaxud da ki, yaradanda və yaxud da ki, Quranda, nə bilim, dində, orada, burada bir səhv görə bilirsinizsə, o səhv bəlkə də oranın səhvi deyil, sizin yanaşmanızın səhvidir. Yaxud da ki, sizə təqdim olunan bilginin səhvidir. Yəni, bu qızıl və mis üzərindən çatdırım da sizə. Kimsə gətirib sizə parıltılı bir metal verə bilər ki, bu qızıldır. Və siz əsrlərdir inanırsınız ki, o parıltılı gördüyünüz hər bir şey qızıldır. Və biri çıxıb deyir ki, ay qardaş, ay bacı, bu qızıl deyil, bu misdir. Nə olsun parıldayır, nə olsun qızıl rəngindədir. Amma qızıl deyil də misdir. Yaxud da ki, qızıl da var tərkibində, sadəcə mislə qaçışdırılıb. Bəs xalis qızıl necə olur?
Yəni həqiqət o xalis qızıldır. Hansı ki, heç bir şəraitdə öz keyfiyyətini itirmir. Olduğu kimi də qalır. Yəni qızıl qızıldır. Və Quran o mənada qızıldır. Və bu günləri istər ateist olsun, istər deist olsun, nə bilim, istər nə ist olur olsun və nə izmə xidmət edir eləsin, fərqi yoxdur. Onlar həmin o qarşı çıxdıqları və yaxud da ki, inkar elədikləri həmin o mis qaçışıqdır. Yəni onlar o qaçışığı görürlər, ağıllı adamlar da mühakimə eləyirlər, sorğuluyurlar və ortalığa çıxır ki, bu qızıl adı ilə təqdim elədiyiniz, başınızın üzərində gəzdirdiyiniz, Quran adlandırdığınız kitab filan yanlışlardan ibarət. Bərabərdir, misdən ibarət. Amma siz bunu qızıl adı ilə cəmaata təqdim edirsiniz, yeridirsiniz. Qızıl deyil axı. Qaçışığı var. Qaçışdırmışsınız ailəni bir-birinə. Hələ o belə şərhlərin altında uzun-uzadı ayələri copy-paste eləyənlərə demirəm. Mötəzəliləri də açırlar orada. Quranda mötəzə var. Quranda bir ayə göstərə bilərsiniz, içində mötəzə olsun, içində də nəsə izahı yazılsın. Ağıllısınız. O yazan, vəhi göndərən, vəhi alan, yəni ora qədər düşünə bilmədi də ki, kimsə bunu başa düşməyəcək, burada bir mötəzə də açın. Ya lap deyək ki, bu heç göndərilməyib, kimsə şəxsi bir kitabı da yazıb. Yazdığı kimi təqdim edin də, olduğu kimi təqdim edin. Tərcümə eləyirsən, yaxşı eləyirsən. Heç olmasa olduğu kimi elə. Necə yazıb elə. Öz fikrini, öz başa düşmədiyi və yaxud da ki, yox, bunu demək istəyirdi kimi yox. Sən kimsən ki, onun mətnində özünün düşüncəvə, daha doğrusu düşüncəsizliyinə uyğun nəyisə dəyişirsən. O vaxt Hüseyn Cavid əfəndi, bilirsiniz də, o biraz türk ləhcəsi ilə də yazıları var. Və Əliağa Vahiddən onun yazılarını bizim ləhcəyə uyğun şəkildə tərcümə eləməsini və təqdim eləməsini istəyiblər. O da qayıdıb deyib ki, mən kiməm ki, ustadın imlasına toxunum. Bu şey mənim özümün də başına gəlib. Əziz Vahid müəllimim bir bilgi paylaşmışdı. Orada suz yazmışdı, acam, suzam yox yazmışdı. Mən də düşündüm ki, yəqin Vahid müəllim mexaniki səhv eləyib, susuzam əvəzinə suzam yazıb. Götürüb öz Facebook səhifəmdə onu paylaşanda oradakı dəyişikliyi eləyib elə yazmışdım. O da mənə mesaj bölməsində çox belə mülayim şəkildə başa saldı ki, sən mənim kimsən ki, mənim imlamı dəyişirsən. Və Cavid əfəndinin misalını çəkdi. O deyir, söz suzamdır. Ya məsəl üçün, bugün deyirik, hava isindi deyirik. Məsəl üçün, Naxçıvan bölgəsində hava istindi deyirlər. Sözün kökü nədir? İsti. İndi kimsə bu zamanla orada tı itibsə, o demək deyil ki, biz onu doğru deyirik və doğru yazırıq. Sözün kökü nədir? İsti. Və hava istindidir. İsi söz var və yaxud da is söz var. Sözün kökü istidir də. Quran da belə. Yəni, mənə həm yaxın yoldaşlardan, dostlardan və bir çox belə tanımadığım insanlardan bu kimi iradlar da gəlir, qarğışlar da gəlir, alqışlar da gəlir. Kökünə baxın, necə yazılıb, niyə elə yazılıb. Qurban haqqında video çəkmişdik. Düzüblər ayələri, filan ayə, filan ayə. Yenə də deyirəm, qurban kəlməsi ərəbcə necə yazılır? Qurban yazılır da. Hətta bir dostum demişdi ki, bəs sinonim. Tamam da götürək ki, tam sinonimdir. O sinonimdən orada niyə o cür istifadə olundu? Elə özündən istifadə edərdilər də. Yəni, Quranda Allah kəlməsi və iblis kəlməsi var.
şeytan kəlməsi var, cin kəlməsi var. Rəbbil aləmin var və digərləri var. Bunların hamısı bəyən eyni şey deyil. Niyə orada belə, burada belə yazılır? Və yaxud da Quranda iblis keçən hər kəlmədə iblis iblisdir də. Kör kördür da. Kar kardır da. Sən bu bir yerdə fiziki kör, bir yerdə mənəvi kör götürə bilərsən bunu və nəyə əsasən götürərsən? Bax, həyat da belədir, bilgi belədir. Bilgi elə bir şeydir ki, həqiqət elə bir şeydir ki, qızıl kimidir. Sən ora nə edirsən elə, hardan sual verirsən ver, hansı analizləri aparırsan apar, nə bilim, nanotexnologiyalarla, nə bilim, kimyəvi laboratoriyalarla və s. və l. O həmişə özünü qızıl kimi göstərəcək. Yox, oradan nəsə bir əzab şeylər çıxacaqsa, demək ki, ora qatıq var. Bax, həqiqətlə ora qaçışdırılmış həqiqətə bənzər, doğruya bənzər yalanlar bu cür ifşa olur. Yetər ki, siz səmimi olasınız, bilmək istəyəsiniz. Yalandan gətirib özünüzün formalaşdırdığınız fikri kitaba uyğunlaşdırmayasınız və öz fikrinizi orada təsdiq axtarmayasınız. Bu cür belə o ilk videomda dediyim kimi o kərkədan buynuzunu götürməyincə sizin bütün fikirləriniz o kərkədan buynuzu kimi olacaq. Bütün mənzərələriniz, dünyaya baxışınız hamısı elə olacaq. Qabağınızda bir buynuz olacaq. Mən o buynuzu qırıram. Sizin xoşunuza gəlmir, ağırlı acılıdır, başa düşürəm. Amma mən deyirəm ki, bir onu götürün baxın da, görün mən nə deyirəm. İmkan vermir axı, sizin o buynuzunuz imkan vermir ki, mən deyəni tam görəsiz, o mənzərəni görəsiz, oxuya biləsiz. Bax, götürün bir mətni, iki gözünüzün qabağına da bir buynuz qoyun və çalışın onu oxumağa. Görün oradan nəsə oxuya biləcəksiniz, mümkün deyil. Həmişə nəsə əskiliyi olacaq. Bax, belə bir şey olacaq, ortadan bir kəsinti olacaq. Və düşünün ki, bütün ömrü siz elə yaşayırsınız, həyata o cür baxırsınız. Daima gözünüzün qabağında o kərkədan buynuz. Hamıda bir əskikliyi görmək, ətrafda, aləmdə, yaradanda, yaradılışda, kitabda, bilgidə, elmdə, tibbdə və bu cür bilgiləri təqdim eləyəndə də insanlar düşünür ki, bizim ətrafımız, ailəmiz, yaxınlarımız, hamısı bizi alqışlayırlar ki, nə gözəl bilgilər gətiriblər. Hamı boyundan faydalanır. Elə deyil. Elə bilirsiniz, bütün bizim ən yaxın çevrəmiz bizi buna görə alqışlayır. Yəni biz necə tərəfdən, çoxluq tərəfindən yanlış başa düşülürüksə, itələniriksə, etirazlarla qarşılanırıqsa, eyni şey də ailələrdədir, yaxınlardadır, qohumlardadır. Çünki insan insandır. Qohum, yoldaş, bacı, qardaş fərq eləmir. Yəni, bir insana bir şey çatmırsa, onun bacı və ya qardaş olmağı və yaxud da ki, valideyn, övlad olmağın fərqi yoxdur. Baxın da Peyğəmbərlərin həyatlarına baxın, dahilərin həyatlarına baxın. Elə bilirsiniz ki, elə Peyğəmbər ailəsində doğulmaq bir üstünlükdür və ya o nəsildən olmaq üstünlükdür. Ya dahilərin ailələri, yaxınları, qohumları, hamısı onları alqışlayırlar. Xeyr. Tam tərsinə. Məsəl üçün, Peyğəmbərlər gələndə onlara qarşı çıxan dindar kəsim olub. Nə ateisti, nə ümumiyyətlə o şeylə əlaqəsi olmayan adam gəlib də Peyğəmbərdə, onunla işi olmur. Peyğəmbərlərə qarşı çıxan, Peyğəmbərləri çarmıxa çəkən dindarlar olublar. Heç bir ateist dindarlıqla mübarizə aparmır. Yəni, ölümünə mübarizə aparmır. Yalnız dindarlar arasında olub bu şeylər. Və əslində ateizm özü də bir dindarlıqdır. Yəni, biri deyir var, biri deyir yoxdur. Və hərə özü üçün bir şey formalaşdırıb onun arxasınca gedir. Yəni, əsas məsələ din nədir, onu bilmək lazımdır. Din sözü özü nədir, bilmək lazımdır. Ərəbcə borc demək. Bir Quran ayəsində deyir ki, bir-birinizə din verəndə bir yerə yazın. Ərəb sözü də mənim sözümdə ki, Quran ayəsidir. Din günün sahibi. Yəni, hərfi mənası borc demək. Onun içini açanda artıq Qurani mənası artıq o başqa şeydir. Amma hərfi mənada sən hər bir şeyi götür, qəbul elə. Kör-köranə get. Sən o həqiqətə, o qızıla çatmayacaqsın. Sən qızıl adı ilə özünə bərbəzək, mis və digər parıltılı şeylər taxa bilərsən.
və həyatını da bu cür davam eləyə bilərsən. Seçim sənindir. Bizə maraqlı olan qızıldır. Və ona görə də biz bir çox bilgilərə önəm verən insanlara həmişə dediyimiz bir şey var. Zər qərdini zərgərlər bilir. O zər həmin o qızıldır. Ki, heç bir halda özünü mis kimi aparmır. Yəni, miskin sözü də var da, yəni. Mis yaxşı metaldır, əlvan metaldır. Bir çox yerlərdə istifadə olunur, amma qızıl deyil də. Bütün informasiya texnologiyalarının içində, kosmik gəmilərdə və s. və axır, qızıl naqillərdən istifadə olunur. Orada mis tab gətirmir. Həqiqət də belədir. Həqiqət hər bir yerdə istənilən suala cavab verəcək bir bilgidir. Sualdan belə qaçan deyil. Deyirlər, acı olsa da həqiqətdir. Bu haqda da mən belə bir status yazmışdım. Yenə də Vahid müəllimim demişdi ki, xeyr, həqiqət acı deyil. Həqiqət niyə acı olsun ki? Quran ayəsi var da, Quran şəfadır, bal şəfadır, bərabərdir. Yəni, tənlik qursaq, Quran bərabərdir, bal bərabərdir, şəfadır. Yəni, şirindir. Həqiqət niyə acı olmalıdır? Acı onu qəbul eləməməkdir. Sənə boğazından keçmiş bu. Egonu tapdalıyır. Sənə tabuların sökür. İstədiyiniz şeyi istədiyiniz qədər sorğulayın. Allah anlayışınızı belə. Siz Allahı onsuz da, yəni biz heç birimiz Allahı tamı-tamına sorğulayanlardır. O mənada ki, yəni nə qədər sorğulasaq, daha çox həqiqətə vararıq. Yaradılışı da həmçinin. Necə ki, bölürlər zərrəni, bölə-bölə gedirlər. Ən son hissəciyə çatıblar. Ki, onlara görə sondur hələ ki. Amma o da son deyil. Yəni, bu kimi şeylər var. İkinci məsələ, insanlar gəlirlər bilginin düz yanına, düz burunlarının ucunda, gözlərinin qabağında olan şeydən çevrilirlər, gedirlər. Görmürlər. Quran ayəsi var, gözləri var, görməzlər. Bir məsəl verin. Deməli, Qəbələdə Azərbaycanın ən hündür şəlaləsi var, Muzuq şəlaləsi. Dostlarla yığışıb getmişik ora. Düz elə şəlalənin yaxınına çatmışıq. Məsələn, bir kampımızı qurmuşuq. Bir də gördük, bir-iki vertolyot gəldilər biraz yuxarıda. Düşdülər və s. və axır. Və yuxarıdan aşağı, orada indi kimlər idisə, qayıdıb bizdən soruşurlar ki, qardaş, burada su hardan götürə bilərik? Biz də gülə-gülə belə şəlaləni göstərdik ki, yəni, bu boyda suyu görmürsən sən. Bizdən su yeri göstərirsən. Yəni, siz hansısa bilgiyə, hansısa mövqeyə, statusa, səviyyəyə vertolyotla gəlsəz belə, siz o həqiqəti görə bilməzsiniz. Siz gərək bax elə addım-addım, yəni o yolu keçə-keçə getməlisiniz və dəqiq bilməlisiniz ki, hara gedirsiniz. Keçdiyiniz yollar sizə onsuz da onu öyrədəcək. Amma bax, o insanlar kimi ki, vertolyotla gəliblər, əslində hər şey yuxarıdan görürlər. Bizdən də yüksək yerdəydilər. Onlar o boyda suyu görmürlər. Bizdən soruşurlar ki, burada harada su götürmək olar. Bizə də suallar yazırlar ki, filan səviyyə necə satmaq olar, filan şey necə əldə eləmək olar, necə sağlam ola bilərəm, necə xoşbəxt ola bilərəm, necə milyoner ola bilərəm. Hamısı əlimizin içindədir, gözümüzün qabağındadır. Görmürük. Bizim də işimiz sadəcə istiqamət vermək. Belə get, ora getmə, bura get. İtürən tərəfə yox, işıq gələn tərəfə get. Yəni, sağlamlıqla da bağlı, digər işlərlə də bağlı biz əlifbamızı təqdim edirik ki, can sağlığı paketi. Və yenə də zəmanət veririk ki, effekti olmasa qaytar. Bunlar hamısı bir-birinə vəhdətdədir. Bioloji sağlamlıq, sosioloji sağlamlıq və ruhi sağlamlıq. Və bunun başında ruhi sağlamlıq durur. Deyirlər, sağlam bədəndə sağlam ruh. Əslində bu tərsinədir. Sağlam ruhda sağlam bədən olur. Yəni, karması nisbətən daha təmiz, daha sağlam, daha işıqlı, daha işığa yönəlik.
soğan olsun, nəqd olsun düşüncəsi və dünya görüşü ilə yaşayanlar yox. O uzaq gələcəyə yatırım eləyənlər. Hətta belə bir milyarderin təlimi idi, seminarı idi. Orada çıxış eləyir adam. Deyir, dostum məndən soruşdu ki, yəni, filan qədər pulum var, nəyə yatırım edeyim? Deyim, ona cavab verdim ki, özünə yatırım edeyim, özünü inkişaf elətdir. Ondan sonra digər məsələlər açılacaq, ideyalar gələcək. Və biz də onu deyirik. Özünüz yetişin. Hazır o konspektlərə, hazır o şparqalkalar deyək də, onlara qaçmayın. Yəni, belə süni şəkildə bəndlərlə. Biz də sizə süni şəkildə belə bəndlər verə bilərik. Amma onu yaşamaq lazımdır, onu keçmək lazımdır. Bu da bilgi ilə olur, təcrübə ilə olur. Yaşamaqla olur, emosiya olmalıdır orada. Quru-quru heç nəyə nail olmaq olmur. Hər bir şeydə bilgi, əməl, bilgi, əməl. Bunlar bir-birini bu konveyr şəklində əvəz eləməlidir. Və sən nəyisə əməl eləyəndə onun əvəzində bilgi gəlir. Sən nəsə bilgi əldə eləyəndə onu əmələ çevirmək üçün şəraitlər, mühitlər açılır. Və üçüncü məsələ, kütlənin önəm verdiyi məsələ. Görürsən nə qədər qazanılır. Görürsən nə qədər qazanılır. Çəkilən zəhmətə, xərclənən zamana, enerjiyə, oradakı emosiyalara heç kim önəm vermir, heç kim o haqda sual da vermir. Sadə bir misal verim də. Bir Türkiyəli milyoner Acun bəy İngiltərə Premier Liqasından Hull City-ni satın almışdı. Və adamın o vaxtdan hədəfi o idi ki, Premier Liqaya vəsiqə qazansın. O vaxt ona gülənlər də var idi, baş xarab hesab edənlər də var idi. Və bu günləri sosial şəbəkələrdə və mediada ancaq adamın pulu ölçülür. Bu qədər qazanacaq. Amma adamın oradan ora çəkdiyi əziyyət, keçirtdiyi hisslər, emosiya, xərclədiyi zaman, o risk, xərclədiyi pullar birdən alınmasaydı nə olacaqdı? Siz onun yanında olmamışsınız, o nələrdən keçdiyini hiss eləməmişsiniz. Və bugün bizim də bu günləri təqdim elədiyimiz bilgilərə və barmaq arası yanaşanlar var. Qiymət bahadır, bu nə qiymətdir? Bu qiymətə kitab olar, bu qiymətə nə olar? Ömürlük həkimdən və dərmandan azad olmanın qiyməti nə qədər olmalıdır ki? Halbuki il ərzində hesablasaz, həkimə və apteklərə xərclədiyiniz pul qat-qat bunu aşır. Yəni, bilgi və savad fərqli şeylərdir. Yəni, həqiqi bilgini əldə edən insan həmişə uğur qazanır. Amma insanlar var ki, bilginə, informasiyanı əldə eləyir, onu həyata keçirtmir. Bax, əsl xurafat, boş şey odur. Yəni, yekunda onu demək istəyirəm ki, bilin ki, hər bir şeyin təməlində, fundamentində bilgi durur, informasiya durur. İncilin ayəsi də var da, ilkdən söz var idi. Söz Allah'ta idi. Allah söz idi. Yəni, hər bir şeyin, yaranışın belə layihəsi qurulur. Proqramı qurulur, sistemi qurulur, strukturu qurulur. Ondan sonra onun inkişaf yolu gedir, təkmilləşir. Hər gün müxtəlif informasiya texnologiyaları əldə edirik, cihazlar əldə edirik. Təkmilləşməyən bir şey görürsünüz, yəni proqramları belə təkmilləşir. Əlinizdəki telefon və yaxud da ki, kompüter sizdən daha çox təkamül keçir. Və siz o yenilənmiş proqramda hansı şeylərin olduğunu belə fərqinə varmırsınız. Siz elə qalırsınız əvvəlki sistemdə. Yəni, adamlar var da bu günləri bu yeni nəsil mobil telefonları istifadə edəmirlər. Keçə bilməyirlər o təkamülü. Siz təkamül keçməyincə, inkişaf eləmədikcə, sizin nə sağlamlığınızda, nə maddi durumunuzda, nə də sosial durumunuzda dəyişiklik olmayacaq. Ona görə də yenə də bunu düzdür Leylinin adına yazırlar, amma bu Leylinin sözü deyil. Yaradana aiddir. Ki, oxumaq yenə də oxumaq.
Videonun sonuna kimi gəlib çıxmışsa, özünüzə bu sualı verin. Niyyətiniz ümumiyyətlə nədir? Bilmək istəməkdir, yoxsa başqa nəsə? Sağ olun, sağlıqla qalın, bilgili qalın.